Dəyərli izləyicilər, bir xəbəri diqqətinizə çatdırmaq istəyirəm. İctimai nəqliyyatda günlərdir ki, ödəniş problemi yaranır. Bank kartları niyə bloklanıb? Bununla bağlı bir açıqlama var. Onu diqqətinizə çatdıracağım. Son günlər paytaxtda ictimai nəqliyyatda bank kartları ilə ödəniş zamanı problemlərlə üzləşənlərin sayı artıb. Bir çox vətəndaşlar bildirir ki, kartda kifayət qədər vəsait olsa da ödəniş zamanı müvəqqəti bloklanıb xəbərdarlığı ilə qarşılaşırlar. Onlar bunun nədən qaynaqlandığını bilmirlər. Bu problem demək olar ki, bütün bankların plastik kartlarında görülür. İstifadəçilər müvəqqəti olan bloklanmadan bəzən 10-15 gün keçdiyini qeyd edirlər. Bəziləri isə ay ərzində plastik kartlarla ödənişin limitli olduğunu düşünürlər. Ümumiyyətlə bank kartlarına ödənişlə bağlı limit tətbiq olunurmu? Bank kartlarının uzun müddət bloklanması nə ilə əlaqəlidir? Globalnet.com xəbər verir ki, məsələ ilə bağlı Bakı Kart İctimaiyyətlə əlaqələr üzrə mütəxəssis Aynur Kərimli bizim mediaya bildirib ki, limit tətbiq olunmur. Bank kartları ilə ictimai nəqliyyatda ödənişlərin həyata keçirilməsi müxtəlif səbəblərdən məhdudlaşdırıla bilər. Bu məhdudiyyət bank tərəfindən qoyulur. Bank kartından lazımı vəsait, kartında lazımı vəsait olmadığı üçün ödəniş sistem tərəfindən həyata keçirilir və borc yaranır. Borc silinərək kartın üzərinə məhdudiyyət qoyula bilər. Banklara aid tətbiqlərdə son gedişdəki RRN kodu ilə məhdudlaşdırmanın səbəbini öyrənmək olar deyə Aynur Kərimli qeyd edib.